Abşeron rayonundakı tam orta məktəblərdən birində acınacaqlı vəziyyət hökm sürür. Təhsil ocağındakı mövcud vəziyyət antisanitariya və xəstəlik yuvasından başqa bir şey deyil. 2000 şagirdin təhsil aldığı məktəbdəki dözülməz vəziyyətdən daha ətraflı əməkdaşımız Rəşad Vəkiloğlu danışacaq. Üzbəüz siniflər var, uşaqlar boğullar ilə. Demək olar ki, oxunun gəlməsinin səbəbi nədir? Səbəbi nədir odur? Baxın, bu hissədə o birinci mərtəbə olduğuna görə 3-cü mərtəbədə də uşaqlar sanuzeldədir. Yəni görürsüz onun təzədən bir də butulkanı belə atsa, məsələn o orada yığılır qalanda, biz məcburuq ki, idarə heyətini çağıraq ora, yəni kanalizasiya sistemindən gəlirlər. Bəli, olur da gəlirlər açılır. Abşeron rayonu Saray qəsəbə 3 saylı məktəbinin uzun müddətdir təmirə ehtiyacı var. 2007-ci ildə istifadəyə verilən bu təhsil ocağı 18 il ərzində bir dəfə də olsun nə cari, nə də əsasla təmir olunub. Elə bu səbəbdən də təhsil ocağının sanitar qovşaqları yararsız vəziyyətə düşüb. Məktəbin birinci mərtəbəsi və sağda sanitar qovşaqlar, solda isə sinif otaqları. Təmirə ehtiyacı olan sanitar qovşaqlardan yayılan pis qoxu, üfunət isə hazırda şagirdlərin sinifdə, dərsdə oturmasına böyük maneə yaradır. Bu problem təkcə məktəb kontingentini deyil, eyni zamanda valideynləri də narahat edir. Onu da bildirək ki, bu pis qoxu, üfunəti məktəbin bütün mərtəbələrində sanitar qovşaqda yaranan böyük problemdir. İllərdir təmir olunmayan sanitar qovşaqlarının hazırki vəziyyəti məktəbdə tədrisin keyfiyyətinə də təsir edir. Çünki bütün mərtəbələrdə yerləşən sanitar qovşaqlarından yayılan üfunət sinif otaqlarına dolur. Gəl qoxu gəlir. Bəli. Sanitar qovşağın iyi hara yayılır qoxusu? Mən siniflərə yaydım. İyi basır bütün sinifləri, çox sinifləri zaten elə problem olsun. Bütün iyid olur da, heç dərslər keçmək olmur, adam iydən boğulur. Məktəbin direktor əvəzi Qönçəliyevə deyir ki, bir müddətdir məktəbi bürüyən pis qoxu təkcə sanitar qovşaqlarda yaranan problemlə bağlı deyil, həm də təhsil ocağının kanalizasiya xəttinin yararsız vəziyyətə düşməsi ilə bağlıdır. Bunun qarşısını biz alırıq. O kanalizasiya təmizlənir. Necə deyim, o turbalar ki, gəlib təmizləyirlər. Təmizləyəndən sonra biz məcburuq hər tərəfə məsələn xloru bunlara tökürük. Hamısına tökülür. Xlor da o da bilsiniz necə zərərli maddə kimi deyir. Biz bunu Nə etmək lazımdır ki, bu təmiz dəyişilməlidir. Bəs 2000-dən çox şagirdin təhsil aldığı bu məktəbin sanitar qovşaqları bu günə kimi niyə təmir edilməyib? Hər tənəffüs olur, asvejitirlər. Asvejitir məsələn bu istiqamətdə bax indi siz birinci mərtəbədə gələndə onu gördünüz. Asvejitirlərlə idarənin xəbəri var, regional. Məlumat vermişik, biz keçən də məlumat vermişik, bu il də məlumat yazacağıq. Saray qəsəbəsinin ən böyük məktəblərindən birində uzun müddətdir yaranmış bu azanacaqlı durumdan Abşeron Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi necə xəbəri varmı? İdarədən məktəbdəki mövcud vəziyyətlə bağlı bildirildi ki, sanitar qovşaqlarda mövcud vəziyyətin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. Məlumat üçün bildirək ki, Saray 3 saylı tam orta məktəb 640 şagird yerlidir və hazırda bu təhsil ocağında 2019 şagird təhsil alır və sıxlıq səbəbindən məktəbdə tədris 4 növbəli icra olunur. Rəşad Vəkiloğlu, Kənan Abdullayev, Space xəbər.